Bir gün bir nəfər məni çox möhkəm təhqir elədi. Dedi, nə baxırsan, belə bir ağır söz, kitab mənə ver. Oxumaq istəyirəm. Elə dedi ki, elə bil qılıçla başımı kəsdilər. Elə bil nizə ilə gözümü çıxartdılar, başıma qapaz vurdular. Dünya başıma hərləndi. İndi təsəvvür maddi cəhətdən gərgin adam, istədiyim şeylərə çata bilmirəm, çırpınıram o tərəfə, bu tərəfə gərginliyim, çəkilirəm xəlvətə bəzdən ağlayıram ki, buna vəziyyət tıxılandı. Özümü öldürmək istəyirəm bu vəziyyətlə bağlı. Bir də gördüm, Allah rəhmət eləsin, bizim böyük alimimiz bana dərs demiş, Abbas Zamanov içəri girdi. İçəri girdi, gördüm, mən həməşək havada da öyle. Nə olub dedim ki, Abbas müəllim, valla mən özümü öldürmək istəyirəm, yaşamaq istəmirəm, bu nə həyat? Nə olar, mənim arxam yox, dayağım yox, pulum yox, elə mən burada illərlə çürüməliyim. Nə olub, nə olub sana? Dedim, nə olacaq, biri təhqir edir, bir ağzına gələni danışır. Mən, dedim, nə deyib təhqir edir? Dedim, bir ifadə işlədim. Dedim, ay, biz də buna ümid bəsləyirik, bunun haqqında gözəl sözlər işlədirik və ədəbiyyatımızın gələcəyi olacaq, gözəl şair kimi yetişəcək. Bu ağından geçsən səndən heç nə çıxmaz. Nətər olur, ha? Bəxtiyar Vahabzadə, Abzər Xəlafov, Gül Hüseyin oğlu, mən, Əmirxan Xəlilov, sana da Əli Fəhmi rəhmətlik, sana dərs deyən adamlar hamısı Zəlimxan deyəndə havalanır. Bu qədər böyük şəxsiyyətlərin, ziyalıların, alimlərin məhəbbəti səni yaşatmır. Bir nəfər sana bir söz deyib, özünü öldürmək istəyir, ay, ged öldür dedi. Görə kim qazanır? Bəs çətinlik nədir? Həyat nədir? Mübarizə nədir? Biz səndən böyük gələcək gözləyirik. Sən mübariz olmalısın. Bu nə çətin? Bu dedi, heç nə deyil, çətinlik deyil. Sən çətinlik görmürsən. Çətinlik görsən, bizi kim onda görərsən çətinlik nədir? Və mən ayıldım, gözümə gəldi ki, bu kişi nə deyir? Bəlkə bu kişiyi mənim taleyimi xilas eləmək üçün Allah göndərdi bu məqamda. O dardadır, vuruluğu. Həlak eləyə bilər özünü, ged onu xilas edir. Mən öz taleyimlə, həyatımla bağlı yüzlərlə belə misallar çəkə bilərəm. Bu misalları mən niyə çəkdim? Ona görə çəkdim ki, bugün sizin gözünüzün qabağında olan Zəlimxan Yaqub hazır halva göydən zəmbillə emir.